Salam. Hissler, fikirler ve hareket. Birinci variant. İkinci variant. Üçüncü. Dördüncü variant. Baxaq görün. Hissi nədir, düşüncəsi nədir, nə düşünürsün haqqınızda? Hərəkət nə olacaq? Variantlar qarşılığında seçə bilərsiniz. Kimə necə rahat olsa öyle də seçə bilər. Kimlər üçün vaxt azsa vaxtı saxlaya bilərsiniz. Buyurun seçin. Biz başlayırıq birinci variantdan. Əvvəl hisslərə baxacaq. Nə hiss ediyorum? Baxaq. Hisslər, nə hiss edirsən? Hisslər negativdir. Elə bil ki, əvvəl var idi hisslər, indi dönüb. Yəni soyumaya doğru gedir. Bu adam gəh belə olur, gəh belə olur. Hisslər onda stabil deyil. Mən güclü bir sevgi görmürəm. Bəzən marağı olur danışmaq üçün, bəzən olmur. İndi də elə vəziyyətdədir. Yəni o özü öz hisslərindən heç əmin deyil. Fikirlər, nə düşünürsən? Fikirlər. Fikirlər. O özü də düşünür ki, mən qərar verməliyəm. Nə seçirəm? Kimi seçirəm? İstəyirəmmi? İstəmirəmmi? Belə çox güclü bir fikirlərində yoxsuz. Deyim ki, yəni oturub əməli başlı bu dəqiqə sizi düşünür. Fikirlərdir, hisslərdir. Bunlar dəyişən bir şeydir. Hal-hazırda onun elə də çox fikirlərində yoxsuz. Hisslər gedir, gəlir. Gəh olur, gəh olmur. Yəni böyük bir sevgi mən burada görmədim. Yaxşı, bir hərəkətə bax. Hərəkət. Hərəkət necə olacaqmı? Addım atacaqmı? Hərəkət. Yok. Hərəkət olacaq. Yəni o sizə yazacaq. Nəsə danışacaq sizinlə, nəsə fikir bildirəcək. Belə bir söhbət görünür burada. Amma bu da tez bazar deyil də. Yəni o çox belə fikirləşən, sonra hərəkət edən adamdır. Heç nə üçün tələsən adam deyil. Yazacaq o sizə, yazacaq. Amma yenə deyirəm, böyük sevgi, böyük dəhşət, maraq bir şey, fikirlər, düşüncələr, mən belə bir şey görmədim, təəssüf ki. İstəyərdim, o fikirlərində yazmaq var və sizə yazacaq o. İkinci variant, üçüncü neydi? İkinci varianta keçirik. Nə hiss edirsən? Tak. Hisslər. Hisslər. Hisslər elə bir ki, illüziya kimi çıxır. Bir şey də var burada. O seçim qarşısındadır. Fikirlərində, marağında sizdən başqa bir qız da var. O qıza qarşı mən böyük bir maraq görmürəm. Sadəcə o qız ola bilsin ki, sizdən daha yaxşı xarakterdədir. Onun xasiyyəti sizin xasiyyətinizdən daha yaxşıdır. Başa düşdünüz, amma yox, mən ona qarşı böyük maraq da görmürəm. Amma belə deyim də, həm fikirlərində həm siz varsınız, həm də sizdən başqa qız var. Böyük sevgi görmürəm. Niyə? Sevgi yoxdur burada. Marağında başqa qız da var.
Nə sizə qarşı, nə ona qarşı. Mən baxdım ki, birdən sizi yox, ona qarşı bəlkə böyük sevgi var. Çünki fikirlərində çıxırdı o qız. Bilirsiniz ki, onun xarakteri yaxşıdır. Daha çox başqa qızın haqqında düşünür, sizin haqqınızda yox. Onun xasiyyəti belə yaxşıdır. Daha çox su qrupundan ola bilsin ki, o qız ya balıq bürcüdür, ya xərçəyin bürcüdür. Uyutmadı da belə. Xarakteri çox rahatdır onun üçün. Fikirlər sizin haqqınızda çıxmır. Daha çox o birisi xanım haqqında, hansı ki onun marağında var, o xanım haqqında çıxır düşüncələr. Yaxşı, hərəkət baxaq. Hərəkət edəcəksənmi, yazacaqsanmı? Hərəkət. Yazacaqsanmı sən? Hərəkət olacaqmı? Addım. Bak, hərəkət eləyəcəksənmi? Yazacaq bu sizə belə. Yazacaq, narahat olmayın. Yazacaq. Özü yazacaq. Heç qətiyyən narahat olmayın. Sizin söhbətiniz olacaq, özü sizə yazacaq. Elə bil ki, ikiniz də bu söhbətdə çox maraqlı olacaq. Yəni, ikinizə də bu söhbət çox maraqlı olacaq. Belə bir söhbət görünür burada. O sizə yazacaq. Amma yenə deyirəm, marağında başqa xanım da çıxır bunun. Düşüncələrində, maraqlarında başqası da var. Keçirik üçüncü varianta. Hisslərə baxırıq. Bak. Hisslər, nə hiss edirsən? Ağrılıdır onun üçün, çətindir. Ümumiyyət belə çətin olan hisslər. Nə hiss edirsən? Nə hiss edirsən sən? Maraqlı bir şey çıxar. Hisslər burada çıxır ki, onun üçün çətindir. Əslində niyəsə bilmirəm. O hisslərin sizə bildirdiyinə görə peşmandır. Bildirmək istəməzdi, siz biləsiniz. Bəs hisslər necə? Nədir bu, sevgidir, yoxsa maraqdır, nədir bu adamda hisslər? Hisslər var. Hisslər var, amma əsl sevgi kimi çıxmır. Yox, bu əsl sevgi deyil. Çünki əsl sevgi sırada görünür. Bu əsl sevgi deyil. Bir insana qarşı maraqdır, simpatiyadır, xoşuna gəlirsiniz. Başqa bir hiss görmürəm. Sadəcə bu istəyərdi ki, gizli qalsın da, bildirməsin. Hisslərin sizə çox bilməyəsiniz. Bəlkə, çünki görünür ki, hesab edir ki, bəzi elə bir ki, arxayın aşa bilərsiniz, bağışlayın məni, qudura bilərsiniz. Belə bir şey. Fikirlər, nə düşünürsən? Fikirlər, nə düşünür? Fikirlərində varsınız, siz bəli düşünür, mesaj yazmaq düşünür, sizə danışmaq düşünür, nəsə təklif eləmək, arası çağırmaq, bu haqda düşünür. Bilirsiniz ki, onun bəzi problemlər var. O bunları həll eləməlidir. Ondan sonra sizinlə əlaqəyə çıxmalıdır. Hesab edir ki, elə bil ki, mən birinci bu işlərlə məşğul olmalıyam. Düşüncələrdə siz varsınız, sizə arasa çağırmaq, nəsə təklif eləmək, nəsə eləmək, birlikdə vaxt keçirmək. O hesab edir ki, birinci bu işlərimi yoluna qoyun, nə bilim, falan işlər var. Onları eləyin. Sonra düşüncələrində siz çıxırsınız və hərəkət necə? Olmağı artıq düşünür dosya yazmaq. Yəni də baxaq, hərəkət olacaqmı? Hərəkət olacaqmı? Hərəkət.
Sonra mən görürəm ki, bu elə bil ki, bu variantı izləyən xanımsa o daha çox həvəslidir bu mesajı yazmağa, daha çox hərəkət eləməyə, özü gözləyir, gözləmək istəmir də, özü yazmaq istəyir, amma özü yazacaq da sizə, narahat olmayın. Yəni bunu tələsdirmək lazım deyil də, bir sözlə, özü sizinlə əlaqəyə çıxacaq. Keçək 4-cü variantda. Hisslər. Hisslər çıxmadı. Nəsə planlar var. Yenə də baxaq, hisslər nədir, sən nə hiss edirsən? Sevir o. Sevir. Bir günlük düşünmür, 5 günlük düşünmür. Yəni uzun müddətli münasibət istəyir, hisslər. Hisslər yaxşıdır, hisslər qaydasındadır. Hisslərdə problem yoxdur. Bəs fikirlər nədir? Fikirlər. Aydındır. O istəyir ki, siz onun üçün biraz darıxasınız. Darıxasınız, fikirləşəsiniz, gözləyəsiniz. Biraz kənara çəkilmək, özünə şey göstərmək istəyir. Yəni çox sizin dalınca düşmürmüş kimi göstərmək istəyir. Amma həqiqətən münasibətləri ciddi istəyir o. Ciddi münasibət istəyir. Ciddi fikirlərləndir sizinlə. Fikirlər də çox qəşəng çıxır. Bəs hərəkət? Hərəkət necə? Hərəkət olacaqmı? O yazacaqmı? Yazacaqsan mı? Əlbəttə ki, belə düşən insan necə yazmaya bilər axı. Yazacaq, narahat olmayın. Yazacaq, özdəki çox gözləməli olmayacaqsınız. Tez bir zamanda sizə yazacaq. Siz fikirlərinizi yazın videolar haqqında. Daha çox hansı mövzularda açılmalar istəyirsiniz. Mən bütün kommentləri oxuyuram, hər kəsə cavab verməyə çalışıram. Çox sağ olun videomu izlədiyinizə görə, sağ olun.